آن پرچم علینی ucatmışıq biz məktəbində izzət qazanmışıq biz. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Və bihi nəstəin. İnnehu xeyrun nasirun və mu'in. Və sallallahu ala seyyidina Muhammedin və alihi tayyibin-tahirin. Allahumma salli ala Muhammedin və ali Muhammed və acil fərəcəhum. Bəli, gəldik məsələ 943-cü məsələdə dayandığı bizim söhbətimiz iğarənin hökmləri idi. La yecuzu lil musta'iri i'aretul aynul musta'ara. İ'aretul aynul musta'ara min gayri izni malikiha və tasihhu ma'a izni. Mən bir dənə maşını istiharəyə götürmüşəm dostumdan bir həftəlik. Görəsən mənə şəriət icazə verir ki, mən də onu bir günlük başqasına verəm. Yox da kitabı götürmüşəm oxumaya 10 günlük. Eləyə bilərəm başqa birinə verəm 2 günlük oxumağa. İstiharə babından. Görürsən, olar olmaz. O deyir ki, bəli, əşyanın özünü ki, sən alıb sana istiharəyə, bu kitabın özünü götürübsən zeytdən. Sən bunu bəkirə verə bilməzsən. Şəriət sənə icazə vermirsən, öz başına bunu verəsən. Çünki kitabın sahibi Xalid sənə vermişdi. Sənə vermişdi 10 günlük. İndi Xalidin xəbəri olmadan sən bu işi yerinə yetirənməzsən, eləyənməzsən 2 günlük yox, 5 saatlıq da verənməzsən başqasına. Min qeyri izni malikə. Bəli, əgər izni olsa və təsihhu ma'a iznihi. Bəli, əgər izni olsa, Xalidin icazəsi vardır. Zəngilən dedi ki, Bəkir məndən istəyir bir günlük kitabı verə bilərəm. İstiharəyə verim ona, istifadə eləsin, qaytarsın mənə sabah. Əgər izin verərsə, bəli, olar. İzin vermədiyi təqdirdə, xəbərdar olmadığı təqdirdə istiharəyə götürdüyüm kitab olsun, telefon olsun, hansısa bir əşya olsun, mən onu başqasına yenədən istiharəyə verə bilmərəm. Yaxşı, elə ki, izni oldu, bəli, Xalid mənə icazə verdi, izin verdi ki, mən Bəkirə verəm. Mən Bəkirə verdim. Məsələn, fərz eləyək ki, kitabı almışdım 10 gün oxumağa. 2 gündən sonra Bəkir dedi ki, ver mən də 5 gün istifadə edeyim, verərəm sənə. Verdim. 2 gündən sonra mən dünyamı dəyişdim. Mən ki, Bəkirə verən kim idi? Mən idim. Əsl kitabın sahibi isə Xalid idi. İndi mən dünyamı dəyişməklə görəsən, bu Bəkirə ki, verdiyim kitabda olan iğarəyə ki, vermişdim 5 günlük, o iğarə müqaviləsi aradan qalxır ya, yox. وَلَا تُبْطِلُ الْعَارِيَةَ الثَّانِيَ حِينَئِذٍ بِمَوْتِ الْمُسْتَعِيرِ الْأَوَّلِ. Elə ki, bəli, kitabın əsl sahibi mənə icazə verdi, mən Bəkirə 5 günlük kitabı oxumağa verəm. Əgər mən dünyamı dəyişsəm, mənim müstəqil əvvəl mən oldum da, birinci istiharəyə mən götürmüşdüm. Mənim də mülküm deyir bu. Birinci istiharəyə götürən şəxs dünyasını dəyişdiyi təqdirdə, ikinci istiharə batil olmaz. Çünki Maliki Xalid icazə vermişdi, mən onu Bəkirə verəm. Bəli. Məsələ 944. İzə aliməl müstəğir bi'ənnəl ariyə məqsubə vəcəbə aleyhi irca'uha ilə malikiha. Bəli, mən istiharəyə bir şeyi götürdüm, istiharəyə. Sonra bildim ki, nədir? İstiharəyə götürən şəxs bilir ki, götürdüyüm əşyanın özü, bu telefonun özü qəsbidir. Xalid ki, bunu mənə verdi, Xalidin deyil, Bəkirindir bu, qəsb eləyib Bəkirdən. Bi'ənnəl ariyənin məqsub olması, götürdüyüm yəni bu əşyada bu qəsb olmasını biləndən sonra vacibdir ki, mənə götürdüyüm, istiharəyə aldığım kitabı, telefonu, hansısa bir əşyanı, nədir? Öz sahibinə qaytarmaq mənə vacibdir, mənə verənə yox. Mənə vacib olacaq bunu öz sahibinə qayıdan, hansı ki, əmanətdə də bu cür neydi də? Biri mənim yanımda gəlib əmanət qoyurdu. Sonra məlum olurdu ki, nədir? Axta elə əvvəldən bilirəm ki, bunun deyil mənim yanımda qoyur. Mən bunu görmüşəm, məsələn, Bəkirdə. Xalidin şəxsi malıdır. Deməli, Xalid qəsb eləyib Bəkirdə. Vəcəbə aleyhi irca'uha ilə malikə və ləm yəcüz dəf'uha iləl qeyr. Caiz deyir ki, mən onu başqasına neynəyəm verəm.
İləl muayir bağışlayırız. Və mənə verən şəxsə aparıb verməyə mənə şərait icazə vermir. Nə olsun sənə verir? İndi gəlsin özüm mən sənə əlbəəl vermişdim, indi səndən istəyirəm. Ver mənə özümü aparıb verəcəm Xalidə. Xeyr. Və yaxud da ki, Xalid, misalımızda Xalid idi. Xaliddən mən almışdım bunu və bilirəm ki, qəsbidir, bu Bəkirindir. Xalid deyir ki, ver mən aparıb Bəkirə qaytaracam. Xeyr, elə şey yoxdur. Mənim vacibdir. Mənə vacibdir ki, mən özüm eləyəm, öz sahibi olan Bəkirə qaytaram. Məsələ 945. İzə istəharə ma ya'ləmu bi qasbiyyətihi fəlil maliki ən yutalibəhu əv yutalibəl qasibə bi'ivadihi izə tələfə. İndi istiharəyə mən götürdüm bir şeyi və bilirəm ki, bu qəsbi. Qəsbliyini bilə-bilə götürdüm. Malikin haqqı var ki, məsələn, Xaliddən ki, mən almışam bu telefonu, istiharəyə 5 gün istifadə edib qaytarma şərti ilə qaytaracam. Bu Bəkirindir. Və mən bunu bildiyim təqdirdə mənim vəzifəm nədir? Mənim vəzifəm bildim ki, qaytaracam kimə? Öz sahibinə, Bəkirə. İndi yaxşı, mən bilirəm qəsbidir və bunu götürürəm 5 gün oxuyub qaytaracam. Görəsən, bu Bəkirin hüququ var şəriətdə. Şəriət ona haqq verir, gəlsin, məndən tələb eləsin bu telefonu. İzə istəharə ma ya'ləm bi qəsbiyyəti fəlil malikən yutalibəhu. Bəli, telefon sahibi olan Bəkirin şəriətimiz haqq verir, gəlir bunu məndən tələb eləsin. Av yutalibəl qasibə bi'ivadihi izə tələfə. Və yaxud da ki, bu məni götürmüşdüm, biz tələf oldu. Birdən-birə işləmədi telefon. Tələf oldu təqdirdə nə demişdi? Əgər mən müqəssir deyiləmsə onu qorumaqda, mən zamin deyildim. Tələf olandan sonra da malik nə edəcəkdi? Telefonun sahibi qəsb eləyən şəxsə qayıdıb ondan alacaqdı, məndən yox. Əgər malın özü varsa, mən də ixtiyar sahibi gəlib məndən tələb eləyə bilər. Burada da ya tələb eləyəcək malikdən, ya da malik tələb eləyəcək qəsb eləyəndən və yaxud da tələb eləyəcək kimdən? Məndən. Yəni, istiharəyə götürəndən. Kəma ənnə ləhu ən yutalibə kullə minhuma bi'əvəd məstəvfahul müstəğir. Bəli, elə bir şeydir ki, ondan istifadə eləmişəm, onu kiraya götürsəydim, günü məsələn, fərz eləyək ki, elə bir diləyi götürdüm, həmən diləyi mən iş görürəm evdə, taxta kəsəcəm. Alətlər götürmüşəm. Bunları götürsəm günlüyü məndən 10 manat alardılar. 5 gün istifadə eləmişəm. İndi yenə də haqqı vardı ki, onun sahibinin üçün bilirəm, axı qəsbidir, bu Xalidin deyil, Bəkirin malıdır. Bəli. Eləyə bilər ki, sahibi qayıtsın, yəni maliki, telefon, misalımıza məsələn belə deyək də, mişar götürmüşəm, diril götürmüşəm, hansısa bir alət ki, iş görürəm ondan, eləyə bilər, qayıtsın məndən, neynəsin, onun əvəzini alsın. O tələf fiyyədir, yoxdur, mənim əlimdə tələf olub, gəlib məndən olsun. Və yaxud da məndən almışam, mən vermişəm başqasına, o başqasına. O ki, mənfəətlər istifadə olunub orada, onlardan nədir? Hüququ var ki, yetsin. Və izə istəvfəl malikul ibəd minəl müstəğir fələsil müstəğir rücubihi aləl qasib. Əgər mən istifadə ki eləmişəm, istifadənin, məsələn, 5 günlük istifadə eləmişdim, bunu mən Zeyddən almışdım, məccanan, yəni təmənnasız, pulsuz almışdım, 5 gün istifadə edib qaytaracaqdım. İndi bunun sahibi gəldi, 5 gün istifadə edibsən, günü 10 manata verirdim mən bunu. 50 manat mənə verəcəksən. Mən 50 manatı verəndən sonra mənim haqqım var ki, gedəm 50 manatı Zeyddən, Xaliddən və yaxud da alam Xaliddən ki, mən bunu havaya almışdım, deyir, xeyr. Və idəstəvfəl malikul ibad minəl müstəğir fələsil müstəğiri rücubihi aləl qasib. Qəsb eləyən şəxsə mən gedib ondan tələb edə bilmərəm, mənim haqqım yoxdur. Və yaxud da ki, misalımızı biraz başqa cür vurdu, bir dənə də bunun üçün misal vuraq. Gəlib, tələf oldu, fərz edib tələf olub. Tələf olubsa, gəldi bunun əvəzin məndən əgər alırsa, malın sahibi, bu əşya, bu cihaz tələf olandan sonra gəlib o cihazın pulunu məndən alırsa, əvəzi məndən alırsa da mənim ixtiyarım yoxdur. Qaydam ki, mən qəsb eləyən şəxsə deyəm ki, məsələn, mən 100 manat vermişəm, sən 100 manatı mənə qaytar. Məsələ 946. İzə ləm ya'ləm müstəğir. Bəli, birinci qismdə deyirdik ki, istiharə edən şəxs bilirdi ki, qəsb eləyib Xalid bunu Bəkirdən. Amma deyir, İzə ləm
ya'lem müstəar bi qəsbiyyətil ariyə. Bəli, istiariyə götürdüyüm bu telefonun, bu drilin, bu kameranın, hazır və əşyanın, bu cihazın məsələn qəsb olmasını mən bilməsəm necə? Və tələfət fiyyəti, bu mənim əlimdə tələf oldu. Bilirdim əlimdə tələf oldu, bəli, gəlin məndən maliki alacaq. Və mənim də ixtiyarım yoxdur ki, qaydam qəsb eləyən Xaliddən onun pulunu alam. Amma yox, mən bilmirdim ki, bu qəsbidir və mən bunu istifadə elədim, bu tələf oldu. Bunun sahibi gəlib məndən pul istəsə, məndən pul alsa, vərəcəl maliku. Bəli, burada vərəcəl maliku aleyhi bi'ivadiha. Bəli, malik gəldi, dedi ki, qardaş, sən, bu mal mənimdir. Bunu sənə Xalid öz başına məsələn gətirib verir, mənim heç izin yoxdur. Bunu qəsb eləyib məndən verir, belə deyək. Bunun hanı mənim malım? Deyib, tələf oldu, yandı. Bəli, iş görürdüm, yandı, xarab oldu. Onun pulu məsələn 70 manatdır, mənim 70 manatımı verir. Verirsə 70 manat bu halda bilmirdi, əvvəldən bilmirdi qəsb olduğunu. Xalidin qəsb elədiyini bilmirdi. Bu halda qayıdıb Xaliddən ala bilər ya yox. Fələhu ən yərciə aləl muğayri bimə qəriməhu lil malik. Bəli, malikə cibindən nə qədər pul ödəyib, ziyana düşübsə, zərərlə düşübsə, 70 manatı gedib bu 70 manatı kimin ala bilər? Gedib onun haqqı vardı ki, Xaliddən tələb eləsin. Niyəsin Xalid, mən gedib götürəcəkdim başqa yerdən də. Xalid dedi, məsələn, əmin gün Nevuzadır, oraya gedənə qədər, gəl məndə vardı, deyir, mən verim sənə istifadə elə. Mən nə bilim ki, bu qəsbidir, bilsəydim qəsbidir, götürməzdim. 70 vaxt mən oturan yerdə niyə zərərə düşüm? İllə izə kanətil ariyə və həbən. Yox, əgər vurduğumuz misallar ki var, direl olsun, telefon olsun, kamera olsun, hansısa bir cihaz olsun, bunlardadır. Yox, birdən gümüş və qızıl olsa necə? O istisnadır, keçmiş dərsdə qeyd eləmişdik. İllə izə kanətil ariyə və həbən əv fiddatan, əv iştərətəl muğayru zəmanul ariyə aleyhə ində tələb. Yox, əgər birdən istiariyə bir insan gəlib məndən gümüş götürüb, qızıl götürüb və yaxud da ki, mən verəndə şərt eləmişdim, əgər tələf olsa, bunun əvəzini sən ödəyəcəksən, ha? Məsələn, mən sənə bu qızılı verirəm, tələf olsa, oğurlansa, itirsin və ilaxır və s. Onda sən gərək öz cibindən bunu alıb gətirib mənə qaytarasan. Bunun əvəzini ödəyəcəksən, bu şərt eləsəm, və in rəcəl maliku aleyhi bi'ivad əl-mənafiə caz ləhu rucu iləl muğir bima dəfəqə. Əgər deyir ki, gəlib mənafeyini pulu məndən istəsə, istifadə edibsən bundan, istifadənin pulunu versən, görəsən bu halda mən gedib yenə sahibindən qızıl və gümüş olsa da, illə idəkantlə ariyə zəhəbən əffidatən əvişlərətəl muğayr adamın ariyə aleyhi indətələ. Mən zaminəm. Mən zaminəm, ona tələf olarsın. Niyə üçün mənə şərt eləmişdi zamanı? Əgər malik mənə gəlib desə ki, istifadə edədiyim pulunu ver, onda caz ləhruhu iləl müğayr. Onda mənə verən, mənə kimin almışam? Xaliddən, yox, Xaliddən onun pulunu almaq hüququm var. Nə qədər ödəmişəmsə, istifadə eləmişəm. Mən olsun, məsələn, mən bunu kiraya versəydim, məsələn, 100 manat alardım 2 günə, 3 günə. İndi nədir, sənə o 100 manatı mənə ödə, mən bu halda gəlişdi ki, gedəm neyniyəm, Xaliddən alam, niyə? Çünki mən qəsb olduğunu bilmirdim. Bəli, buracan bizim söhbətimiz nə idi? İstiarənin hökmləridir. Bundan sonra isə əhkamul hibə, hədiyyənin hökmləri. Hədiyyə nədir? Əl-hibə hiyyə, təmliku ayn min duni ivab anha. Bir insana bir şeyi hədiyyə eləyirsən, hədiyyənin hökmləri, hibəyin hədiyyə. Hədiyyə var, müqabilli, var müqabilsiz. Yəni, bir insan var ki, deyir, mən sənə bu telefonu verirəm, hədiyyə edirəm. Bir şərt, gələrsən bizdə 50 kvadratlıq bir dənə otağım vardı, bir dənə zalım vardı. O otağı neynərsən? Ağardarsan. Və yaxud da ki, mən telefonu sənə verirəm, hədiyyə eləyirəm sənə. Sən də bir dənə bu bahalı, məsələn, naşini, qulaqlıq görmüşdüm, onu mənə verərsən. Bu, müqabilli hədiyyədir. Bir də başım, müqabilsiz hədiyyə. Biz hədiyyə deyəndə, adın bizim zehnimizə nə gəlir? Müqabilsiz hədiyyə gəlir. Tərifdə belə deyir, mən təmliku ayn, bu cihazı verirəm Xalidə, Xalidin mülkiyyətinə keçirdirəm, müqabilsiz. Bunun müqabilində heç bir şey istəmirəm Xaliddən, bunu verirəm Xalidə. Və hiyyə əqdun, bu da bir dənə əqddir, yəni
hibə əqdi vardır, müqabiləsi vardır. Yəhtac ilə icabi minəl vahibi və qabuli minəl məvhubi ləh. Biləfzin əv fi'lin yədul alə zalikə. Bəli, mən ki bir şeyi hədiyyə verirəm, hədiyyə verən gərək deyək ki, mən hədiyyə elədim, müqabildə olan xalq deyir ki, mən də bu hədiyyəni qəbul etdim. Bu bir dəfə ləfzdən, sözdən ola bilər, bir dəfə feillə də ola bilər, hansı ki keçmiş müqabillərdə qeyd etmişdik. Məsələ 948. Hədiyyə edən şəxsdə hansı şeylər şərtdir? Necə ki, məsələn, əmanət qoyan şəxsdə şərt idi, müzaribə eləyəndə, müzariədə, müsaqatda və ilaxır və s. O biri müqabillərdə nələr şərtdirsə, gəlib bir görəcəklə burada da həmən şərtlər mövcuddur. Yu'təbəru fil vahibi əl-buluq vəl-əql vəl-qasdu vəl-ixtiyaru və adamul həcr aleyhi minət tasarrufi fil mevhubi lisəfəhin əv fələsin. Şərtdir ki, hədiyyə edən şəxs, bəzən bəli, o bunu müqabilələrdə qeyd eləyirdik ki, hər iki tərəf üçün şərtdir. Amma burada hədiyyə edən üçün şərtdən söhbət eləyirik biz. Hədiyyə edən şəxsdə şərtdir ki, həddi buluğa yetişsin. İkinci şərt budur ki, ağıllı olsun. 3. Qəsdindən olsun. 4. Öz istəyi ilə, ixtiyarı ilə versin. 5. Ədəmul həcr aleyhi minət təsarruf. Şəriət tərəfindən verdiyi hədiyyə ki var ha, o hədiyyəni nədir? Təsərrüf etmək qadağası olmasın. İstər səfehli üzündən, istər muflisli üzündən. Tabi bunları dəfələrlə şərhləmişik bu məsələni. Ona görə burada keçirəm bu səfər. Və təsəhhül hibə minəl mərid. Bir insan xəstədir. Fi məradlı mövt. Bir insan xəstədir. Elə bir xəstədir ki, özdə ölüm yatağında belə deyək. Ölümcül xəstəliklərdəndir bu insanda. Görürsən, bu insan öz malından hədiyyə edə bilər, yox, hədiyyə eləsə səhiyyidir, ya yox. Deyir ki, bəli, səhiyyidir. Əgər bir insan xəstə ola, özə məradul mövt ola, ölüm xəstəliyi, o insandan səhiyyidir. Biz hansı ki, məsələn, 847-ci məsələdə, 847-ci məsələdə o qeyd edir ki, biz orada qeyd eləmişdik, bunun barəsində qayıtı biraz orada yadımıza salaq. Ağa buyururdu ki, caizdir ki, malikə, yəni bir insan ki, ölüm ayağındadır, xəstə, o cür xəstəlikdir ki, yəni elə bu gün dünyasını dəyişər, sabah dünyasını dəyişər. Öz malını, həmən bu xəstəlik vaxtında öz malını xərcləyə bilərdi özünün dolanışığı üçün, ailəsinin dolanışığı üçün. O insanlar üçün, məsələn, nəfəqəsi buna vacib idi, orada təsərrüf eləmək hüququ vardı. Və yaxud da ki, evinə qonaq gəlirdi, qonaq üçün xərcləyirdi o puldan. Sədəqə verə bilirdi, bəli. Özünün şəfa tapmaq üçün, məsələn, ehsanlar eləyə bilərdi o puldan, qeyd eləmişdik. Öz şəninə uyğun pul xərcləyirdi, bəli, xərcləyə bilirdi. Buna şəriətimiz nədir? İcazə verirdi. Ürfən, məsələn, miqdarı nə qədərsə, o qədər icazə vardı. Özünə aid olan, özünə xas olan, məsələn, yerlər vardı. Onu da sata bilirdi, bəli, demişdik, mücəzzüz ləhu, bey'ma ləhu. Amma o qiymətə satsın ki, adətən bunun qiyməti ürfdən əzildirsə, o cürünə olsun. Kirayə də verə bilirdi, bəli, kirayə də verə bilirdi. Məsələn, elə adətən 500 manatadır bunun kirayəsi, bu kişi də elə nə olsun xəstədir. Hələ ki, ağlı başındadır, öz iqtidar, Allah əsəbəzə bütün xəstələr şifa inayət eləsin. Xəstəlik düçar olub buna, elə bir xəstəlik ki, belə sağlamdır, belə yəni baxanda yaxşıdır, gəzir eləyir. Amma bilir ki, mən bu yaxınlarda dünyamı dəyişərəm. Bu halda eləyə bilər ki, hədiyyə eləsin, söhbətimiz hədiyyədədir. O deyir, bəli, necə ki, biz əvvəldə qeyd eləmişdik, 847-ci məsələdə, burada eyniyən biz deyirik, bəli, onlar səhihdir, əgər bir şey hədiyyə eləsə səhihdir. Hətta biz orada qeyd eləmişdik, özünə aid olan evi sata bilər, yeri sata bilirdi, kirayə verə bilirdi. Amma bir şərt o ki, mütəarif yəni. Məsələn, 500 manatadır, bunu 200 manata verməsin də, kirayə ilə 500 manata versin. Bəli, qayıdırıq bəhsimizə. Bəhsimiz nə idi? Bəhsimiz bizim hədiyyə idi. Hədiyyə də verə bilir həmən bu insandır, bəli, hədiyyə də verə bilər. Məsələ 949. Təsihhul hibə fil ə'yanil məmlukə və imkanət məşağı və la təsihhul hibətil mənafiyə və təsihhul hibə mafidin. Bəli, bir insanın şəxsi öz mülkiyyətində olan bir şeyi hədiyyə verə bilər başqasına, bəli, niyə verə bilmir? Evi var, evini hədiyyə eləyir. Məsələn, fərz eləyək ki, iki qardaşa bir dənə binada
4 otaqlı ev alıblar şərəşliyə. Belə baxanda ikisi bununda, ikisi onundur da otaqların. Özünü məsələn 2 otağında elə deyir ki, qardaşım sənə hədiyyə elədim. Amma bir insan fərz eləyək ki, bir şeyin mənafesinə malikdir, evinin özünə yox. Yəni evin özü şəxsi evi deyil. Amma kiraya götürüb müqavilə ilə 5 illik. Və la təsihu hibətul mənafi'. Və təsihu hibətu ma fi zimmə li qeyri mən huvə aleyhi və yəkunu qabduhu biqabdı mislaqihi. Mən hədiyyə eləyə bilərəm. O şey ki, məsələn, onun mənfəəti mənə aiddir, amma eynin özü mənə aid deyildir, onu hədiyyə eləyə bilməzsən. Kitabı götürmüşəm, icariyə. Məsələn, kitab deyirəm. Maşını götürmüşəm, icariyə. Onun mənfəətini mən istifadə eləyəcəm. Mən də onun mənfəətini başqasına hədiyyə eləyirəm. Adı ki, vələ təsuhu hibətul mənafi'. Mənafinin hibəsi səhih deyil. Və təsihu hibə. Bəli, hədiyyə mafi zimmə li qeyr. Mən huvə aleyhi li qeyri mən huvə aleyhi və yəkunu qabdı mislaqı. Bəli, Zeydin mənə borcu vardı. Görəsən, bu cürünə hədiyyə səhihdir ki, birini məsələn zimməti, mafi zimməti li qeyr. Mənə borcu var. Deyirəm ki, Xalidə, Xalid, Zeydin mənə 200 manat borcu var, o 200 manatı sənə hədiyyə edirəm. Olar olmaz, səhihdir. Deyir, bəli, səhihdir. Əlbəttə, bizdə indi gəlib qeyd eləyəcək ki, hədiyyənin həyata o vaxt hədiyyə keçir ki, belə başqa ibarlə deyək, mən ki, deyirəm ki, bu telefonu sənə hədiyyə verdim, gəlir sən bunu əlivi alasan, yəni bunu qəbz eləyəsən, götürəsən, bu sənin əlində ola, səndə ola, sonra bu hədiyyə hesab olunur. Məsələn, deyirəm, mənə 100 min və yaxud da 100 manat verəcəyi vardı Zeydin. 100 manat verəcəyi var. Onun müqabilində 100 manat eynidir ki, həmən 100 manatın özünü versin. Mən sənə o 100 manat ona vermişəm, onu sənə hədiyyə edirəm. Xalid mənə 100 manat verəcək, bəlkə deyirəm ki, 100 manat vermişəm. Hökmədir bu 100 manat olsun. Xalicdə başqa bir dərə məsələn 100 manatı 5 gündən sonra verəcəksən. Alandan sonra o olacaq sənin hədiyyən. Və ləv vəhəbəhu ma fi zimməti qasdən bihi isqatuhu kanı ibra və la yaxtac ilə qəbul. Bəli. Əgər bir insan hədiyyə eləyə, bir insanın boynunda olan bir şey, qəsdi odur ki, onun boynuna düşür. Bu düzdür, hədiyyə deyirik buna. İndi burada biraz hədiyyədə biz qeyd elədik ki, mən deyirəm ki, sənə hədiyyə elədim, hədiyyə verdiyim şəxsə deyir, mən qəbul elədim. Bir insanın mənə 200 manat borcu var. İndi bayaq misal vurdığımız formada. 200 manat mənə borcu var. Mən istəyirəm ki, onun boynundan isqat eləyəm, düşürdəm. Siz ona hədiyyə deyirik. O 200 manat sənə hədiyyə elədi. Ehtiyac yoxdur ki, müqavilə edilsin, mən bu hədiyyəni qəbul elədim. Birinin mənə borcu var, mən deyirəm, bu borcu sənə bağışladım. Belə deyə bağışladım. Ən gözəl ibarə budur, bağışladınız. Kana ibrə və la yaxtacı ilə qəbul ehtiyac yoxdur ki, desin ki, mən də bu qəbul elədim. Məsələ 950. Yüştəratu fi sihhətil hibəti əl-qəbul. Bəli, bunu deyir. Şərtdir ki, hədiyyənin səhih olmasına şərt bundan ibarətdir ki, gərək qəbz olsun. Mən ki, dedim, sənə bu telefonu hədiyyə elədim, müqabil gərək o telefonu məndən ala. Yəni, onun əlində ola, qəbz eləyə. Və la budda fihi, həmən bu qəbizdə şərt nədir? İznül min iznil vahbəl. Yox, mən ki, mənə özüm tələb elədim. Dedim ki, o telefonu mənə hədiyyə elərsən, dedi, inşallah. Gəldim 3 gündən sonra, heç onun xəbəri yoxdur, izni yoxdur, o telefonu götürdüm o stolun üstünə. Qardaş, bunun izni yoxdur, gərək ki, hədiyyə edən şəxsin izni ola. Düzdür, qəbz elə, yəni özüm telefonu, məsələn, mən əlimə almalıyam, götürməliyəm, qəbz eləməliyəm ki, hədiyyə nə olsun, həyata keçsin, hədiyyə səhih olsun. Bu öz yerində, amma bununla bərabərdən lazımdır ki, nə olsun, hədiyyə edənin izni olsun ki, mən onu götürürəm. Yəni, öz başına gedib, 2 gündən sonra onun otağına girib, onu götürə bilmərəm. Bəli. İllə
ən yəhibəhu mafiyədihi fəla hazihəynədi ilə qabılı gəlir. Bəli, illa bir insan öz əlindədir. Məsələn, hədiyyə etdiyim şəxsin əlindədir mənim telefonum. Elə söhbət əsasında dedi ki, hə, bu telefona görürəm, xoşu gəlir. Deyir, bu mənə hədiyyə eləyərsən, deyirəm, bəli, hədiyyə elədim sənə. Ehtiyac yoxdur ki, onu qaytarsın mənə, yenidən alsın. Deyir, buna ehtiyac yoxdur, elə əlindədir. Kifayətdir. Və in kanəl əhvad lüzuman ə'tibarul izin fil qabdı bəqa. Bəli, baxa deyir ki, ehtiyat lüzum, baxma ki, ehtiyat lüzum bunu tələb edir ki, nədir? Etibarul izin fil qabdı bəqaan. Onun izin alsın ki, desin, bu məndə qalacaq ya. Bunu hədiyyədən qaldı məndə. Və la tu'tabaru fawriyə fil qabdı. Bəli, indi deyirik ki, mən ki, dedim ki, telefonu sənə hədiyyə elədim. Höküman da bunu deyəndən sonra mən telefonu sırası ona verməliyim. Yox, bəlkə mən elə bir şeyim var bundan. 5 gündən sonra verəcəm, 10 gündən sonra verəcəm. Höküman deyir. Və la kovnuhu fi məzlaq. Yox, elə müqavilə imzaladı. Mən dedim ki, bunu sənə hədiyyə verirəm. Hədiyyə etdiyim şəxs dedi, mən bunu qəbul edirəm. Höküman deyir, həmən vaxt elə dərhal nədir o məclisdə mən, məclisə mən sırası telefonu verirəm. Fəyəcüzü fihi təraxi. Bəli, icazəlidir ki, bir müddət üstündən keçsin. Anil əqd bir zaman kəsərdir. Çox bir zaman da olsa, müşkül yoxdur. Və mətə təhaqqaqal qabl səhhətil hibə min hini. Bəli, mən bu günləri verdim. Bu gün sözü dedim, hələ telefonu verməmişəm. 20 gündən sonra, 1 ay sonra, 2 ay sonra verəndə həmən verdiyim vaxtdan hədiyyə hesabım. Hansı vaxtdan hədiyyə etdiyim şəxs məndən qəbul edəndən sonra həyata keçir. Qəbz olandan sonra, əlinə alandan sonra hədiyyə həyata keçir. Yaxşı. Bunun bizə faydasını deyəcək. فإذا كان للموهوب نماء سابق على القبض قد حصل بعد الهبة. Mən dedim ki, məsələn, fərz eləyək ki, həyatda qoyunum var idi. Dedim ki, bu qozunun birini hədiyyə elədim sənə. Bu dəvəni hədiyyə elədim. O dedim, mən hədiyyəni qəbul elədim. Mən də onu 2-3 aydan sonra verəcəm. Deyirəm, sələ mənim yerim yoxdur. Gəl onu tövlətikən falan eləyəm. Əl-mühim, indi bu qoyun fərz eləyək ki, qoyunun nəması oldu. Hələ nə qədər ki, məndən alıb qoyunu evinə aparmayıb, görəsən, hibədən sonra, bəli, hədiyyə eləmişdim, mən hədiyyəni eləmişəm, amma qoyunu hələ aparmayıb evinə. Hələ verməmişəm, yəni, aparsın və yaxud da. Görəsən, bu qoyunun, məsələn, sütü olacaq, bu qoyunun kökələcək, bu qoyunun yunu olacaq. Və yaxud da ki, toyuqlar verirsin, bunların yumurtası olacaq. Bu kimə aiddir? Hədiyyə edənə aiddir, yoxsa hədiyyə verdiyimlə bir yerdə elə, məsələn, fərzdə demişəm ki, bu günləri mən hədiyyə elədim sənə. Maşallah, 1 aya, 2 aya 50-60 dənə də yumurtası vardı. Yumurtalarını da əl vurmayayım, bunu da saxlayayım, verərəm. Hədiyyə elədiyim şəxsə verməliyəm, yoxsa nə cür nədir? Deyir ki, فَإِذَا كَانَ لِلْمَوْهُوبِ نَمَاءٌ hədiyyə etdiyim bir şey əgər sonradan onun bir dənə sabiq əl-qəbz, məndən nə qədər almamışdan qabaq, qad həsrə bə'dəl hibə, hədiyyə edəndən sonra, amma hələ evinə aparmamışdan qabaq, bunların səmərəsi oldu. Artım oldu, belə deyək, nəmə artımdır. Artım oldu. Qoyunda artım oldu. Fərz, mən qoyunu demişdim, qoyun bir dənə bala verdi. Görürsən, bala qarışıq verəcəm, yoxsa qoyunu verəcəm. Qeyd edirik ki, nədir? Qad həsələ bə'dəl hibə, hədiyyədən sonra əgər o bir dənə quzu olubsa, yaxud da düzələr yumurtayıbsa, kanə lil vahibi dunəl mevhubu ləhu. Kimindir bu? Hədiyyə edənindir. Hədiyyə olunan şəxsin deyil. Mən hədiyyə eləmişdim, mənimdir. Niyə? Çünki sən lapar sənə təhvili verməmişəm. Nə qədər ki, məndədir, bu mənimdir, sənidir. Və in əvhəbəhu şeyəyn. Əgər birdən 2 şeyi hədiyyə eləsə, fəqabadal mevhub ləhu əhəduhumə dunal axar. Məsələn, hədiyyə elədim, bir dənə qoyun, bir dənə keç. Keçini apardı, qoyun qaldı. Apardığı məndən alıb, artıq məndən alıb qəbz elədiyi hədiyyə səhihdir, amma ikincisi hələ səhih deyil. Niyə üçün məndən almayıbsan? Demişdik biz, hədiyyənin şərtlərindən bir də bundan ibarət ki, gərək məndən hədiyyə etdiyim şəxs məndən verdiyim, hədiyyə elədiyim əşyanın özünü ala.
Fəqabilal mevhubu ləhu əhaduhuma dunəl axar. Birini alır, birini almır. Səhhədil hibə fil məqbudə dunə qeyrihi. Aldığı, apardığı hədiyyə. Hədiyyə hesab olunacaq, səhihdir, amma qeyrisi hələ ki səhih deyil. Bu bizim 950-ci məsələ, 951-ci məsələ, amma vaxtımız tamam olduğuna görə inşallah bunu da gələn dərsdə sizin xidmətinizdə olarıq. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuh.